Bismillahirrahmanirrahim. Hz. Peyğəmbər salavatullah buyurur: Haqq qarşısında susan dilsiz şeytandır. Bu kəlam İslamın ictimai və mənəvi fəlsəfəsini dərin şəkildə əks etdirir. Zülm və batil qarşısında sükut, zülmü yaşadan ən təhlükəli vasitədir. Haqqı müdafiə etməmək, zülmü qəbul etməklə eyni mənaya gəlir. Peyğəmbər salavatullahın vəfatından sonra İslam cəmiyyətində böyük bir sınaq baş verdi. Vilayət, yəni Allah tərəfindən təyin olunmuş rəhbərlik məsələsində insanlar fərqli mövqe tutdular. Əhl-i Beytin haqqı siyasi hesablarla kölgə altına alındı. Cəmiyyət sükuta qərq oldu və bu sükut zülmün qarşısını almağa mane oldu. Bu sükut dövründə yalnız bir şəxs cəmiyyətin ümumi qorxusuna tabe olmadı. O Peyğəmbər salavatullahın qızı, vilayətin qoruyucusu Fatimə-i Zəhra salamullahi əleyha idi. O atasının canından bir parça idi və haqqı tapdalananda susmadı. Onun mübarizəsi təkcə Fədək bağı ilə bağlı deyildi. Fədək hadisəsi əslində zülmün simvoluna çevrilmişdi. Amma Fatimə salamullahi əleyha üçün əsas məsələ Əli əleyhissalamın vilayət haqqının tapdanması idi. O bu zülmü açıq şəkildə ifşa etdi və cəmiyyətin diqqətini haqqın əldən getməsinə yönəltdi. Tarixi mənbələrə əsasən xanım Zəhra salamullahi əleyhanın evinə hücum edildi. Xanım Zəhra salamullahi əleyha evin qapısı arxasında dayandı və haqqı müdafiə edərək hücum edənlərə qarşı çıxdı. Bu zaman qapı onun bədəninə çırpıldı, qabırğaları sındı və bətnindəki övladı Möhsin şəhid oldu. Bu hadisə təkcə bir ailəyə qarşı zorakılıq deyildi, bu haqqın zorla susturulması idi. Xanım Zəhra salamullahi əleyha isə o vəziyyətdə belə susmadı. Aldığı zərbələr nəticəsində ağır xəstələnən xanım Zəhra salamullahi əleyha ömrünün son günlərini haqqı xatırlamaqla keçirdi. O bir çox səhabələri evinə çağırdı, onlara Peyğəmbər salavatullahın Əli əleyhissalamın haqqında buyurduğu "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" sözlərini xatırlatdı. Lakin çoxları sükut etdi. Cəmiyyətin bu sükutu Peyğəmbər salavatullahın bu hədisini doğruldan acı bir gerçəklik idi. Haqq qarşısında sükut şeytani bir sükutdur. Xanım Zəhra salamullahi əleyha aldığı zərbələrin nəticəsində hicrətin 11-ci ilində şəhid oldu. O Əli əleyhissalama vəsiyyət etdi ki, onu gecə dəfn etsin və qəbri gizli qalsın. Çünki o zülmü üzə çıxarmaqla ömrünü keçirmiş, amma zülmü üzə çıxaranların kimliyini tarixə göstərişsiz, amma açıq şəkildə buraxmışdı. Xanım Zəhra salamullahi əleyhanın həyatı və şəhadəti zülm qarşısında susan dilsiz şeytandır hədisinin canlı izahıdır. O zülmü gördü, lakin sükut etmədi. Haqqı tapdanmış gördü, amma qorxmadı. Səssiz çoxluğun arasında haqqın səsini qorudu. Onun şəhadəti təkcə bir dövrün faciəsi deyil, bütün zamanlara bir dərsdir. Haqq qarşısında sükut zülmün davamıdır. Haqqı müdafiə etmək isə imanın əlamətidir.